Və ma ədrakə ma Leylətul Qədr. Sən nə bilirsən Qədr gecəsində? Yəni sən nə bilirsən Fatimə kimdir? Sən hardan bilirsən? Sənə Fatimə barədə nə açılıb ki, nə anlamısan, nə başa düşmüsən? Xanım Zəhra ağılların dərk eləmədiyi bir varlıqdır. Mərifət lazımdır. Xanım Zəhranın nuru insanın vücuduna nazil olmasa, insan mərifətə çatmır ki. O nur insanın vücuduna düşdü, insanın dərki dəyişir, baxışı dəyişir, gördükləri dəyişir. Bəzi insanlar görürsünüz nə qədər fərqli baxırlar bu aləmə. Kitab oxumaqla olsaydı sənlə mən də oxumuşuq da biz niyə elə baxa bilmirik bu aləmə? O niyə bu aləmə elə yerdən baxır ki, heç kəs oradan baxa bilmir? Nədir fərqi? Çünki onun vücudunda Fatimə Zəhranın nuru var. Düşüb ona, mənə düşməyib. Mən elə bilirəm ki, o baxışı tapmaq üçün kitab oxumaq lazımdır. Amma yolu kitab oxumaq deyil, paklanmaq da təslimiyyətdir.